Hamilə qala bilməməyinizin 5 əsas səbəbi. 1. Ovulyasiya ilə uyğun vaxtda cinsi əlaqənin olmaması. Yumurta hüceyrə yalnız 24 saat yaşayır, amma sperm reproduktiv sistemdə 5 günə qədər qala bilər. Ovulyasiya günlərində cinsi əlaqənin olması çox önəmlidir. 2. Yumurtanın keyfiyyətinin zəif olması. Yumurta keyfiyyəti yaş artdıqca təbii olaraq azalır. Amma stress, iltihab, insulin rezistentliyi, siqaret çəkmə və digər səbəblər də buna mənfi təsir edən faktorlardır. 3. Kişi faktoru. Sonsuzluq hallarının 50%-ə qədəri sperma problemləri ilə əlaqədardır. Say, hərəkətlilik, morfologiya və ya həcm problemləri kimi. Ona görə də sperma analizi vacibdir. 4. Qalxanbənzər vəznin problemləri. Çox yüksək və ya çox aşağı TSH səviyyəsi belə ovulyasiyaya, menstrual siklə və implantasiyaya təsir göstərə bilər. 5. Boru faktoru. Boruların tutulması və ya zədələnməsi, infeksiyalar, endometrioz və ya əvvəlki əməliyyatlar səbəbilə bunlar mayalanmanı tamamilə əngəlləyə bilər. Sonda sözüm odur ki, siz tək deyilsiniz və bu səbəblərin heç biri hamiləliyi mümkünsüz etmir. Səbəbi erkən müəyyən etmək və düzgün müalicə planı qurmaq hamilə qalmaq şansını artırır.